Allah'ın razılığı ve cennetidir. O ebediyet diyarı, nimetleri daimi olan, hansı ki səbəbdir, xilas üçün, nicat üçün, oddan, əzabından ve insanlar necə ki sevinir bu dünyada, onlara ruzi qapısı açıldıqda, qəbul yazıldıqda, nüfus, hökmranlıq əldə etdikdə, eləcə də mümin qəlblər Allah Taala'nın cənnətini, ona aparan yolu, o cənnetin qapılarını hatırladıqda, eşitdikdə eləcə sevinir. Niyə də sevinməsin? Çünki o nəfslər həsrət çəkir o diyar üçün. Qəlblərində məhəbbət əskilmir və düşünəndə cənnəti və biləndə ki Allah Teala ora daxil olmaq üçün çox sayda qapı qoyub o diyara, o kəramət diyarına mümin sevinir. Çünki ora rəhmət məkanıdır. O diyar hörmət diyarıdır. O məskən Allah Taala'nın üzünə baxılacaq yerdir. Xəbər verib Peyğəmbər sallallahu aleyhi və səlləm cənnətin qapılarının sayının çoxluğunu, necə ki Səhl ibn Sə'd radiyallahu anhu nəql edir bizə, deyir ki, dedi ki sallallahu aleyhi və səlləm fil cənnəti thəmaniyyətü əbvab, cənnətin 8 qapısı var və ya cənnətdə 8 qapı var. 8 qapı heç də tək bir qapı deyil, əksinə sayı çox olan qapıdır. Allahın lütfündəndir, rəhmətindəndir, rəhmətinin genişliyindəndir, fəzilətinin böyüklüyündəndir. Bəndələri üçün xeyr yollarını çox qoyub, elə edib ki, heç kəs Allahın razılığına aparan yoldan məhrum olmasın. Ona görə Əbu Hureyra nəql edir bizə səhih hədisdə, deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, kim Allah yolunda bir şeydən bir cüt xərcləyərsə, sərf edərsə, yəni eyni şeydən ikisini sərf edərsə, fərq eləmir hansından, hansı xeyr əməldən cənnətin qapılarından çağırırlar. Deyirlər ki, ya Abdullah, hədə xeyr. Deyirlər ki, Allahın qulu, bu xeyirdir. Və kim namaz əhlindəndirsə, namaz qapısından çağırılacaq. Kim cihad əhlindəndirsə, cihad qapısından çağırılacaq. Kim sədəqə əhlindəndirsə, sədəqə qapısından çağırılacaq. Və kim oruz əhlindəndirsə, Reyyan qapısından çağırılacaq. Əbu Bakır radiyallahu anh dedi ki, ya Resulallah, hər qapıdan kiminsə çağırılması bunun üçün bir zərər deyil. Eyb etməz kim hansı qapıdan çağırılırsa çağırılsın. Məgər kimsə bütün qapılardan çağırılacaq. Dedi ki sallallahu aleyhi və səlləm, nəəm və arcu ən təkuna minhum. Dedi ki, bəli, ümid edirəm ki, sən onlardan olacaqsan. Allahu Akbar. Bu əzəmətli hədis mümin üçün ümid qapısı açır.